Şaban ayının orucu barəsində müxtəlif cür hədislərimiz var. Biri çox qəribədir. İmam buyurur, Şaban ayının orucu nəinki həm insan axirətinin azuqəsidir, ondan əlavə buyurur, həm də insanın dünya işlərini islah eləyir. Bəzən insanların həyatında bəzi düyünlər, problemlər yaranır ki, insanlar bilmirlər onu nə ilə düzəltsinlər, o düyünü, o problemi nə ilə həll eləsinlər. Buyurur, Şaban ayının orucu insanın həm dünya işlərini sahmana salar, dünya işlərini nizamlayar, islah eləyər, düzəldər. Və sonra buyurur, Şabanın orucu insanı amanda saxlayar, insanı daxili və xarici düşmənlərdən qoruyar, insanı şeytanın şərrindən qoruyar, insanı şeytan sifət insanların şərrindən qoruyar.